Qazaxıstanın Almatı şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu Qərbi Azərbaycana qayıdış çağırışları adlı tədbir keçirilib. Yeni Çağaz xəbər verir ki, forum Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axıska Türkləri Birliyi, Bək Yolu İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Qazaxıstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Forumda Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Türkiyənin Almatıdakı baş konsulu Evrən Müdərrisoğlu, UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, tanınmış yazıcı Olja Süleymanov, xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzə, Qazaxıstanın əməkdar elm xadimi, professor Ərpolad Əliyəddinoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Yeni Çağ Media qrupunun rəhbəri Aqil Ələskər, İpək Yolu İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, tarix üzrə fəlsəfə doktoru İqor Krupko və Azərbaycan ilə Qazaxıstanın tanınmış elm adamları və siyasi xadimləri çıxış ediblər. Tədbirin açılışında çıxış edən səfirliyin nümayəndəsi Anar Hüseynzadə Qazaxıstanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqedən danışaraq, rəsmi Astananın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. O, həmçinin Azərbaycan-Qazaxıstan münasibətləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib. Türkiyənin Almatı şəhərindəki baş konsulu Evrən Müdərrisoğlu da Türk birliyinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyev öz müdrikliyi və geniş dünya görüşü ilə yaşadığı dövrün fövqündə dayanmış bir lider idi. Milli Məclisin deputatı Naqif Həmzə çıxışında Qərbi Azərbaycanlıların dədə-baba torpaqlarından qovulmasından bəhs edərək bildirib ki, Azərbaycan sərhədlərinin yaxınlığında soydaşlarının yaşadığı yeganə ölkədir. UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, yazıcı Olja Süleymanov çıxışında Heydər Əliyevin Azərbaycan və dünya üçün əhəmiyyətindən danışıb. O, ulu öndərin şəxsiyyətindən öyrəniləcək çox şey olduğunu bildirib. Xalq şairi Sabir Rüstəmxanlı çıxışında müstəqil Türk respublikalarının inkişafını vurğulayaraq, Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlərin bir çox ölkədə keçirildiyini bildirib. O, Qazaxıstanın didərgin millətlər üçün ikinci vətənə çevrildiyini qeyd edib. Bu salon əslində Türk dünyasının balaca bir modelidir. Burada Axıska türkləri var, Gürcüstandan və Ermənistandan qovulmuş, deportasiya edilmiş Azərbaycanlılar var. Burada Qazaxlar var, Özbəklər var, Türkiyənin nümayəndəsi var. Burada biz də Bakıdan gələnlər varıq. Türk dünyası balaca bir modeldir. Amma biz Türk dünyasının bu çox böyük modelini görürük. 7 dövlət bir arada. Bilirsiniz, qədimlər deyiblər, Orta Asiya, Mərkəzi Asiya kimin əlindədirsə, dünya onundur. Ona görə də Layihə rəhbəri Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və Yeni Çağ Media qrupunun baş direktoru Aqil Ələskər çıxışında Qərbi Azərbaycana dönüşün Qarabağa dönüş kimi reallaşacağına inamını ifadə edib. Bugün qızıl almamız Qərbi Azərbaycandır və biz o torpaqlara mütləq qayıdacaq və Türkün şanlı bayrağı Türkün bütün torpaqlarında olduğu kimi o torpaqlarda da dalğalanacaqdır. Doğum gününü qeyd etdiyimiz ulu öndərimiz Heydər Əliyevin böyük şəxsiyyəti qarşısında ehtiramla baş əyir və prezidentimizin əsgəri olaraq sözlərimi cənab İlham Əliyevin bu kəlamı ilə bitirmək istəyirəm. Bizim ailəmiz Türk dünyasıdır və biz birlikdə güclüyük. Təşəkkür edirəm. Daha sonra Axıska qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu'nun moderatorluğu ilə Türk dünyasında yeni çağırışlar adlı panel keçirilib. Paneldə Goodwill IQ.net İctimai Fondunun direktoru Adlet Kumar, Turan Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya Ali Məktəbinin direktoru Altınay Tuleuvna Muxambedyarova və Qazaxıstanın Art Forumu Beynəlxalq Yaradıcılıq Təşkilatının baş direktoru Yernazar Gimarat iştirak ediblər. Panel müzakirələrində Türk Dövlətləri Təşkilatının fəaliyyəti və Türk Respublikaları arasındakı əməkdaşlıq imkanları müzakirə olunub. Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi də təşkil olunub. Sərgidə Heydər Əliyevin Mərkəzi Asiya və Türk Respublikaları ilə bağlı siyasətini əks etdirən görüntülər, eləcə də Qərbi Azərbaycandakı mədəni tarixi irsimizə dair fotolar nümayiş olunub. Tədbirin sonunda yekun bəyanat qəbul edilib və xatirə şəkli çəkdirilib.